Salam əziz tamaşaçılar. Bugün ölkədə neftdən kənar sahələr inkişaf etdirilir, yerli istehsalın genişləndirilməsi diqqət mərkəzində saxlanılır. Belə olan halda əmək bazarında ali təhsilli mütəxəssislərlə yanaşı peşə təhsilli mütəxəssislərə böyük tələb yaranır. Bugünkü verilişimizdə bu sahədəki vəziyyətə nəzər salacağıq, peşə təhsili və təliminin inkişafına dair strateji yol xəritəsinin icrasından danışacağıq. Suallarımızı cavablandırmaq üçün İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin eksperti Ramil Hüseyin və Gənclər üçün Təhsil Mərkəzinin rəhbəri Fəxrəddin Həsənzadəni studiyamıza dəvət etmişik. Xoş gəlmişsiniz. Xoş gördük. Ramil müəllim, bugün iqtisadiyyatın ayrı-ayrı sahələrində peşə təhsilli mütəxəssislərə tələb necədir və bu tələbi şərtləndirən iqtisadi amillər nələrdir? Bəli, hazırda iqtisadiyyatda baş verən proseslər peşə təhsilini də yeni zamanın tələbinə uyğun olaraq müəyyən kadrlar hazırlamaq üçün istiqamətləndirir. Belə ki, bildiyiniz kimi, məsələn, sadə bir misaldan başlayaq. Azərbaycanda son illər turizm sahəsində böyük inkişaf əldə olunub və növbəti illərdə də turizmin inkişafı ilə bağlı ciddi addımlar atılacaq. Bu, o deməkdir ki, turizmin inkişafı özlüyündə bu sahə üzrə peşə təhsilli kadrlara da tələbat yaradır. Yəni, turistlərə xidmət eləmək üçün, otellərdə çalışmaq üçün və yaxud da ki, digər sektorlarda peşə təhsilli kadrlar olmalıdır. Və yaxud da ki, başqa bir sahəni götürək, kənd təsərrüfatını. Bildiyiniz kimi, son illər kənd təsərrüfatının müəyyən sahələri inkişaf edir. Məsələn üçün, 2016-cı ildən etibarən pambıqçılıqda ciddi inkişaf baş vermişdir və növbəti illərdə bu sahədə inkişafın artımı gözlənilir. Buna paralel olaraq bu sahə üzrə peşə təhsilli kadrlar lazımdır. Çünki ölkədə Nəhəng Mingəçevir sənaye parkı yaradılır. Orada çalışmaq üçün peşə təhsilli kadrlar lazımdır. Və yaxud da ki, Sumqayıtda kimya parkı yaradılırsa, buna uyğun olaraq çalışmaq üçün peşə təhsilli kadrlar da lazımdır. Yəni, qeyd edək ki, Prezident İlham Əliyev də son çıxışlarında xüsusən aqrar sektorda peşə ixtisaslı kadrlara ehtiyac olduğunu bildirib və bu sahədə ixtisaslaşmış peşə məktəblərinin yaradılmasının vacibliyini vurğulayıb. Bəli, tamamilə haqlısınız. Çünki sahə inkişaf edəndə dərhal orada kadr ehtiyacı yaranır. Və buna görə də bu sahə üzrə peşə təhsili müəssisələri də bu sahələri və bu reallıqları nəzərə alıb buna uyğun kadr hazırlamalıdırlar. Çünki ölkənin hədəfləri var və sənaye parkı yaradılır. Məsələn, kənd təsərrüfatından söhbət etmişəm, Mingəçevirdə. Deməli, burada minlərlə insan çalışacaq və onlar xüsusi olaraq bu pambığın emalı ilə, iplik sahəsi üzrə və yaxud da ki, orada digər istehsal sahələri yaranırsa, buna uyğun təhsil almalıdır. Və yaxud elə ölkə başçısının tapşırığı ilə ölkədə yun emalı sahəsində müəyyən tədbirlər görülür. Deməli, bu sahə üzrə də peşə təhsilli kadrlara ehtiyac yaranacaqdır. Bu demək olar ki, iqtisadiyyatımızın bütün sahələrində bu vəziyyətdir ki, yeniliyə uyğun olaraq, zamanın tələbinə uyğun olaraq kadrlar hazırlanmalıdır. Bildiyiniz kimi, əvvəlki illərlə müqayisədə peşə təhsilindəki inkişaf istənilən səviyyədə deyil hazırda. Elə bir fakta baxaq ki, rəqəmlərə biz müraciət edəndə 1980-ci ildə Azərbaycanın əhalisi 6 milyon nəfər olmuşdur. Amma ki, ölkədə peşə təhsili alan şagirdlərin sayı 100 min nəfər olmuşdu. Yəni 6 milyonluq əhalidə 100 min nəfər peşə təhsili aldı. O vaxt ki, sənayenin tələblərini ödəməyə hazırlaşırdı. Amma hazırda ölkə əhalisi 10 milyon nəfərə yaxınlaşır. Peşə təhsili alan şagirdlərin sayı isə 24-25 min nəfər civarındadır. Yəni əhali 4 milyona yaxın artıb, amma ki, peşə təhsili alan şagirdlərin sayı 4 dəfə azalıbdır. 100 mindən 25 min, 24 minə yenibdir. Yəni, bu sahəyə maraq azdır. Bu sahəyə maraq azdır. Ondan başqa biz keçid müddətində peşə təhsilin zamanı tələblərinə uyğun qura bilməmişik. Burada müəyyən problemlər oldu. Məhz o problemləri də aradan qaldırmaq, bu sahənin davamlı inkişafı üçün ötən ilin aprel ayında Azərbaycanda peşə təhsili üzrə agentlik yarandı Təhsil Nazirliyinin yanındakı bu sahədəki dövlət siyasəti daha sistemli şəkildə həyata keçirilsin. Bu baxımdan, Fəxrəddin müəllim, bugün bizdə peşə təhsil və təlimi sistemi, iqtisadiyyatda həyata keçirilən bütün bu dəyişikliklərə adekvat sayıla bilərmi? Bu sahədəki vəziyyəti necə şərh edərdiniz? Mən xüsusi olaraq qeyd etmək istəyirəm ki, bu günləri bazar iqtisadiyyatında peşə təhsilinə tələb və təklif uzlaşmır. Bu ondan irəli gəlir ki, biz adicə abituriyentlərin buraxılışında onların qəbul statistikalarını nəzər salsaq görə bilərik ki, abituriyentlərin cəmi 11%, yəni 22-27 min nəfər abituriyent peşə təhsilinə müraciət edir. Digər tələbələrin ən əsas prinsipi ali məktəblərə, ali universitetlərə daxil olmaqdır. Və bu da peşə təhsilinə həm marağı azaldır, həmçinin peşə təhsilində olan bacarıqlı kadr potensialını bir növ insan kapitalının azlığına gətirib çıxarır. Araşdırmalar nəyə göstərir? Bugün xüsusən gənclər arasında peşə təhsili müəssisələrinə qəbul olmağa marağın azlığına səbəb nədir? Bunu ondan qaynaqlandıra bilərik ki, bu günlərin cəmiyyətdə peşə təhsilinə qarşı bir stereotip var.
Çünki hər bir iş yerinə getdikdə, adi məişətdə də olsa, hər kəs ali təhsilli olmağa can atır. Amma bunun gələcək perspektivi heç kəsə maraqlandırmır ki, gələcəkdə bazarda, bazar rəqabəti şəraitində, iqtisadi rəqabət mühitində həmin şəxsin gələcəyi nə dərəcə effektivli olacaq, nə dərəcədə bacarıqlı işə götürən olacaq və yaxud da işçi olacaq. Və bu baxımdan peşə təhsilinin cəmiyyətdə bu stereotipi ilk öncə sındırmaq lazımdır ki, valideynlər bir növ öz övladlarının, hər kəsin 11 illik təhsil sistemini bitirdikdən sonra hər kəs övladının ali təhsil müəssisələrinə qəbul olunmağını istəyir. Deməli, peşə təhsilinin imicinin yüksəlməsinə bugün ehtiyac var. Həm o imicinin yüksəlməsinə ehtiyac var, həmçinin peşə təhsilində təhsil sistemini bir növ dəyişiklik etmək lazımdır. Müəllimin qeyd etdiyi kimi, agentliyin yarandıqdan sonra əsasən kadr potensialını artırmaq, təhsil verənlərlə bərabər təhsil alanların bir növ bacarıqlarının artırılması əsas önəmli kəsb edir. Bu da ondan irəli gəlir ki, peşə təhsilində olan müəssisələrində dəstək müəllimlərdə dəyişiklik etmək lazımdır. Bəs müəssisələrin sayı, bugün peşə təhsili verən müəssisələrin sayı kifayət qədərdirmi? Peşə təhsili verən müəssisələrin sayı kifayət qədər yox. Biz kəmiyyətdən çox əsas keyfiyyətə nəzər salsaq görərik ki, infrastruktur baxımından peşə təhsili müəssisələri qənaətbəxş vəziyyətdə deyil. Bu da ondan irəli gəlir ki, bunu əsaslandıran bir neçə faktorlar var. O faktorlardan biri də maddi təminatdır ki, amma strateji yol xəritəsində Cənab Prezident tərəfindən xüsusi qayğı ayrılmışdır peşə təhsilinə bağlı. Çünki müqayisədə götürsək görərik ki, ali təhsil müəssisələrinə baxanda peşə təhsil müəssisələrində illik təhsil haqqı çox cüzidir. Yəni 400-600 manat civarındadır. Və bu peşə təhsili müddətində, laboratoriya şəraitində adi xərcləri ödəməyə imkan vermir. Və bu baxımdan maddi texniki təminatları peşə təhsil müəssisələrində bu günləri aşağı dərəcədədir. Son illər peşə təhsil sisteminin inkişaf edilməsi ilə bağlı müxtəlif addımlar atılır və daha geniş addımlardan biri də peşə təhsili və təliminin inkişafına dair strateji yol xəritəsinin qəbul edilməsi oldu. Yol xəritəsində nələr nəzərdə tutulur və hansı hədəflər müəyyənləşdirilir? Bəli, bildiyiniz kimi ölkə başçısının fərmanı ilə 6 dekabr 2016-cı ildə peşə təhsili və təlimə dair strateji yol xəritəsi qəbul edilmişdir. Yol xəritəsinin 5 strateji hədəfi var peşə təhsili və təlimin inkişafı ilə bağlı. Ümumiyyətlə, bu yol xəritəsi ölkədəki mövcud vəziyyəti təhlil edərək və çoxsaylı ekspertlərin iştirakı ilə hazırlanmışdır. Bizim problemlərimiz nədir? Biz hansı vəziyyətdəyik və haraya gedirik? Bunların hamısı nəzərə alınır və konkret tədbirlər müəyyənləşdirilir. 2021-ci ilə kimi, ondan yanaşı 2025-ci ilə kimi uzun müddətli baxışı formalaşdırılıbdır və görülən tədbirlərlə bağlı müvafiq qurumlar müəyyənləşdirilibdir. Məsələn üçün, strateji yol xəritəsinə əsasən nümunəvi olaraq, müasir tələblərə uyğun olaraq pilot layihə kimi 10 peşə təhsil müəssisəsi yaradılmalıdır. Ölkədə 2020-ci ilə kimi müddətimiz var, bununla bağlı yaradılır və bu peşə təhsil müəssisəsini bitirənlərin işlə təminat məsələsi də burada nəzərə alınır. Ümumiyyətlə, strateji yol xəritəsi peşə təhsilinin imicinin yüksəldilməsinə hədəflənir. Bildiyiniz kimi, hazırda Azərbaycanda müəyyən bir təbəqədə fikir formalaşmış ki, peşə təhsili dərsini oxuya bilməyən, məktəbə gedə bilməyən şagirdlərin yeridir. Yəni, ona görə hətta bu imicdən bir çox valideynlər övladlarının marağı olsa da, ora övladlarını qoymaq istəmir ki, ora dərs oxuya bilməyənlər gedirlər, uğur qazana bilməyənlər gedirlər. Deməli, bu baxış dəyişməlidir. Bunu həm də zaman tələb eləyir. Bəli, bunu zaman tələb eləyir, günümüz tələb eləyir və dünyadakı reallıqlar da tələb eləyir ki, biz peşə məktəbinə bu baxışı tam dəyişməliyik ki, peşə məktəbi işte dərsini oxuya bilməyən, həyatda uğursuz olacaqlar, şagirdlərin yeri deyil. Peşə məktəbinə gedərək çox böyük uğur qazanmaq olar. Ümumiyyətlə, mənim şəxsi qənaətimcə Azərbaycanda peşə məktəblərinin adlarının yenidən dəyişdirilməsi kampaniyası da aparılmalıdır. Yəni, peşə məktəbinin yerinə, məsələn üçün, bir şagirdə təklif edəndə ki, dizayn məktəbi, informasiya texnologiyaları məktəbi, kompüter məktəbi, ya yüksək texnologiyalar məktəbi, yəni ki, zamana uyğun olaraq belə adlarla bunlar adlandırılsa 1, 5, 20 nömrəli peşə məktəblərinin yerinə və ad dəyişməklə də iş bitməsə, buradakı kadr, müəllim kollektivi, infrastruktur, təminatı və özəl sektorun bu sahəyə cəlbi. Bildiyiniz kimi, hazırda 118 dənə ölkədə peşə məktəbi var. Bunlardan sadəcə ikisi özəl sektora məxsusdur. 116-sı dövlət mülkiyyətində olan peşə təhsili müəssisələridir. Ona görə burada işverənlə işçilərin hamısını maraqlandıran, yəni ki, işverənlərin bu sahədə daha çox maraq göstərdiyi peşə təhsil sistemi olmalıdır ki, bu günün tələbinə uyğun olaraq, işverən müəssisələrin tələbatına uyğun olaraq bu peşə təhsili müəssisələri kadr hazırlasınlar və onların hazırlanması üçün müəllim potensialı da olsun. Bu işdə də özəl sektorun rol alması mühümdür.
Bizsə bir nüansı deyim ki, son illər məsələn Azərbaycanda hətta elə son vaxtların rəqəmlərinə baxanda universitet açmaq üçün kifayət qədər iş adamı müraciət edir ki, lisenziya alsın, universitet alsın, açsın ölkədə fəaliyyət göstərsin. Amma peşə təhsili ilə bağlı da bu yoxdur. Əslində iri şirkətlər, holdinqlər bu məsələyə girişməlidir. Burada sahibkarları maraqlandıracaq, onlarda stimul yaradacaq tədbirlər nələr ola bilər? Elə məhz sahibkarların özləri üçün birinci, məsələn, iri holdinqlər öz kadr təminatını peşə məktəbləri vasitəsilə həll edə bilirlər. İxtisaslı kadr daha səmrəli fəaliyyət, daha çox gəlir deməkdir o müəssisə üçün. Onun üçün iri holdinqlər burada rol oynamalıdırlar və bununla bağlı dövlətin də müəyyən stimullaşdırıcı tədbirləri yəqin ki, qarşıdakı illərdə olacaq. Müəyyən güzəştlər təklif edilə bilər ki, peşə təhsili müəssisəsi yaradılanlara vergi və yaxud digər güzəşlər ki, onlar peşə təhsili yaratmağa, gənclərin bura cəlb olunaraq daha peşəkar kadrlar kimi meydana çıxsınlar. Bir də ki, peşə təhsili müəssisələrindəki ixtisaslar davamlı olaraq yenilənməlidirlər. Müasir günün tələblərinə uyğunlaşmalıdır. Tələbat olan sahələri, peşə məktəbləri üstünlük verib ona uyğun getirməlidir. Məsələn, bunlar hansı sahələrdir bugün? Məsələn, bu günlərin peşə təhsili ilə bağlı əsas informasiya texnologiyaları ilə bağlı müraciətlər olur. Düzdür, peşə təhsilinə baxanda daha çox mühasib təhsili və yaxud dillərlə bağlı müəyyən təhsillər olması, amma informasiya texnologiyaları ilə bağlı daha çox tələbat var. Sadə bir misal, məsələn üçün Tesla şirkəti elan eləyir ki, dünya üzrə növbəti ildə 2018-ci ildə 500 min elektriklə istehsal edən avtomobil buraxacaq və bu sürətlə artacaqdır. Artıq deməli 3 ildən 5 ildən sonra avtomobil ustaları bu sahə üzrə mütəxəssis gələcək. Hazırda Azərbaycanda məsələn üçün 1, 5, 10 dənə elektriklə işləyən avtomobil varsa, növbəti illərdə həm onlar köhnələcək, həm də sayı sürətlə artacaq. Çünki dünya buna gedir. Deməli, bu istiqamətdə yetişən mütəxəssislər bu günlərimdə bizim üçün real olmasa, Amerika bazarı üçün deyə bilərik realdır ki, Tesla orada və yaxud da ki, digər inkişaf edilmiş. Amma növbəti illərdə digər şirkətlərlə də bu sahə üzrə mütəxəssislər bizə də lazım olacaq və o zaman o sahə üzrə peşəkarlaşan, təhsil alan kadrlara tələbat sürətlə artacaqdır. Bugün vacib məqamlardan biri də işə götürənlər, yəni özəl sektorla peşə təhsil müəssisələri arasında səmərəli əlaqənin qurulmasıdır. Strateji yol xəritəsi bu mənada bu əlaqənin, bu inteqrasiyanın təmin olunması baxımından bizə nə verəcək? Strateji yol xəritəsinin əsas hədəflərini nəzərə salsaq görə bilərik ki, birinci hədəfi də məhz işə götürənlərin peşə təhsili təlim sisteminə inteqrasiyasıdır. Və bu nə deməkdir? Bu o deməkdir ki, Cənab Nazir də bundan öncəki çıxışında qeyd eləmişdir ki, peşə təhsilinin inkişafı bir mənalı olaraq işə götürənlərdən də çox asılıdır ki, bu istiqamətdə fəaliyyət birgə aparılmalıdır. İşə götürənlər öz tələblərini verməsə bazara, o bazarda onun təkliflərinə cavab verəcək şəxsləri, kadrları yetişdirmək olduqca çətin olacaq. Və bu baxımdan işə götürənlərin səriştəliyi və inteqrasiyası olduqca vacibdir. Bunun əsasını ondan qaynaqlandıra bilərik ki, peşə təhsilində bildiyiniz kimi təkcə praktiki biliklər yox, istehsalat təcrübəsi əsasən rol oynayan vasitələrdən biridir. Çünki bizim peşə təhsilində təhsil alan tələbələrimizin yeganə sonradan iş taparkən bazar iqtisadiyyatın şəraitində rəqabətdə davamlı olması üçün birinci növbədə praktiki bilikləri olmalıdır. Və bu praktiki bilikləri təhsil aldığı müddətdə istehsalat təcrübəsinə əldə edir. Və bu istehsalat təcrübəsinə gedən tələbə hara getsin? Yəni birbaşa olaraq ancaq işə götürənlərin ümidinə qalır ki, böyük holdinqlər, böyük şirkətlər istehsalat təcrübəsini təmin etməlidirlər həmin tələbələri. Və bu da ona qaynaqlanır ki, həmin şirkətlər bu şəraiti yaratmaqla həm peşə təhsili gənclərin daha çəlişləri olmağına gətirib çıxaracaq, həmçinin öz kadr potensialını formalaşdırması, insan kapitalının formalaşdırması ən ucuz bir vasitədir onlar üçün. Bugün bu sahədə təkmilləşdirici məqamlar daha nələr ola bilər və qlobal trendlər nəyi göstərir? Qlobal trenddə onu göstərir ki, Cənab Prezidentin qeyd etdiyi kimi peşə təhsilindən sırf olaraq kənd təsərrüfatı və turizm sahəsindən 2025-ci ilə kimi 250 mindən çox iş yeri açılacaq. Təkcə turizm sahəsində peşə təhsili üzrə 2025-ci ilin sonuna kimi 150-dən çox iş yeri açılacaq. Və bu tendensiya onu göstərir ki, həqiqətən də peşə təhsilinə gələcəkdə olan təvabat ali təhsildən daha çox olacaq. Və bu günləri bunu nəzərə salsaq görə bilərik ki, strateji yol xəritəsinin hədəflərindən əsasən biri ondan ibarətdir ki, spesifik sektorlar üzrə proqramların hazırlanması. Yəni bu spesifik sektorlar daha öncə qeyd edildiyi kimi informasiya kommunikasiya texnologiyaları sahəsi olsun, aerokosmik bir dövrdə yaşayırıq. Xüsusilə də informasiya ilə bağlı peşə istiqamətlərinin spesifik istiqamətlərin yaradılması əsas hədəflərdən biridir. Ramil müəllim, peşə təhsili və təlimi sektoru ilə iqtisadiyyatın digər sahələri arasında qarşılıqlı əlaqənin təmin olunması iqtisadiyyata nə kimi multiplikativ təsirlər göstərəcək? Bəli.
Əgər siz strateji yol xəritəsinə də fikir versəz, strateji yol xəritəsində peşə təhsili və təlim üzrə qoyulan hədəflərin reallaşması üçün 6 milyon manatlıq bir investisiya hesablanır. Amma göstərilir ki, bunun digər sektorlar üçün dəyəri ümumi daxili məhsula 1 milyard manata yaxın olacaqdır. Yəni, əsasən digər sektorlara bu xidmət edəcək. Çünki peşə təhsilinin yetişdirdiyi kadrlar digər sektorlarda işləyəcək, iqtisadiyyat öz təhfəsini verib dəyər yaradacaq. Ona görə çox böyük təsir olacaq. Ümumiyyətlə, strateji yol xəritələrində 11 sahəni nəzərdə tutulubdur. Bu sahələrin hər birinin də inkişafı üçün peşə təhsilinə müraciət edilir. Bəli, demək olar, hər birində vacib məqamlardan biri də peşə təhsili mütəxəssislərin yetişdirilməsidir. Hər birinin kadr təminatı üçün peşə təhsili çox ciddi məsələdir. Hətta biz ağır sənaye və maşın qayırma ilə bağlı məsələ rəhbərlərlə görüşən zaman yol xəritəsində ən ciddi problem onlar bildirdilər ki, bizdədir. Son illər bu sahədəki yaşlı kadrlar yaşlanırlar və onlar artıq istehsalatdan kənarlaşırlar. Biz yenilərini tapa bilmirik. Çox ciddi problemimiz var və bu sahə üzrə peşə təhsilinə almış kadrlara ciddi ehtiyacımız var. Çünki çox çətin yetişdirilir. Və artıq o dərəcədə kadr qıtlığı yaranıb ki, o sahədə bir-birindən kadr uğurluğunda ittiham edir şirkətlərimiz. Amma ki, yeni kadrlarımız olsa sahə üzrə daha uğur qazana bilərlər. Və ümid eləmək olar ki, bundan sonra da bu agentliyin də dəstəyinə bu sahədə dönüş yaranacaqdır. Və daha bir aktual istiqamətlərdən biri isə yaşlıların peşə təhsili və ixtisas artırmasının təmin olunmasıdır. Bu istiqamətdə hansı işlərin görülməsinə bugün ehtiyac var? Yaşlıların xüsusi olaraq qeyd edilmək istədim ki, sırf peşə təhsili üzrə dərs verən müəllimlərin biliklərin, bacarıqlarının artırılmasıdır. Bu da müasir tələblərə cavab verməkdən irəli gəlir ki, çünki peşə təhsili müəssisələrində nəzər salsaq, həmçinin bu sahədə dərs verən müəllimlərin, onlarda həm istehsalat təcrübəsi olan, praktiki biliki olan müəllimlərin pedaqoji fəaliyyəti azlıq təşkil edir. Çünki metodikası yoxdur. Amma metodikası güclü olan müəllimlərin isə istehsalat təcrübəsi uzlaşmır və bu bazarda həmin uzlaşmanı təmin etmək lazımdır birinci növbədə. İkinci növbədə də ondan ibarətdir ki, peşə təhsili ilə bağlı xüsusi olaraq yaşlı nəslin məlumatlandırılması bu müasir tələblərdən irəli gəlir ki, informasiya kommunikasiya dövrüdür və indiki dövrdə həm yeni texnologiyanın istifadə edilməsi mi deyim, yeni praktiki biliklərin əldə edilməsi mi deyim, bu sahədə yaşlı nəsil adlandırmazım, orta nəslin maarifləndirməsinə böyük ehtiyac var. Bəli, məsələ ixtisaslı kadrlar arasında da yeni bilik və bacarıqlara yiyələmə məsələsi bugün çox aktuallıq təşkil edir. Bəli, xüsusi olaraq onu qeyd etmək istərim ki, spesifik sahələr vardır ki, məsələn, kənd təsərrüfatı sahəsi, turizm sahəsi, bu sahə üzrə əmək fəaliyyəti ilə məşğul olan şəxslərin bazarda bir növ qıtlığının formalaşmasına əsas səbəb ondan ibarətdir ki, müasir tələblərlə uzlaşmırlar. Kənd təsərrüfatının müxtəlif sahələr üzrə kadr potensialı çatışmır. Və bu da özlüyündə bütün sahələr üzrə, peşə təhsili üzrə məşğul olan şəxslərin maarifləndirməsinə ciddi zərurət yaradır. Strateji yol xəritəsində yaşlıların peşə təhsili və ixtisas artırması ilə bağlı nələr nəzərdə tutulur? Və strateji yol xəritəsinin strateji hədəflərindən birisi buna yönəlir və burada konkret tədbirlər müəyyənləşdirilir. Bildiyiniz kimi, keçid dövründə müəyyən məsələlərimizin bağlanması və yaxud müəyyən sahə üzrə artıq kadrlara belə deyək, bir o qədər ehtiyac olmadığı, yeni tələblərə uyğun olduğu üçün o sahədə işləyən kadrların yenidən ixtisaslarının artırması, yeni sahəyə yönəlməsi nəzərdə tutulur və bununla bağlı da peşə təhsili ilə yanaşı təlimdə keçirilməsi məsələləri var. Məsələn, kənd təsərrüfatı ilə bağlı yoldaş da qeyd elədi. Hazırda kənd təsərrüfatında sürətlə pivot suvarma sisteminə keçirilir və buna uyğun olaraq da bu sistemi işlədə bilən əvvəlki qaydaları fərqli olaraq yeni tələblərə uyğun kadrların hazırlanması, hətta yaşlı mütəxəssislərin yeni sistemə uyğun təlimlər keçərək öyrənməsi vacibdir. Bununla yanaşı məsələn üçün yeni texnikaların kənd təsərrüfatında tətbiqi, sahədə işləyən mütəxəssislər var, onlar köhnə texnikaları istifadə edə bilirdilər. Yeni texnikadan istifadə bacarıqları üçün onlara xüsusi təlimlərin keçirilməsi və yaxud da ki, turizmin inkişafı ilə bağlı burada müəyyən təlimlərin keçirilməsi, turistlərin gəldiyi ölkələrə uyğun olaraq kadrların, onların dili, onların davranış qaydalarına uyğun hazırlanması, yəni bu istiqamətdə yenidən təhsillərinin təşkili də və təlimlər vasitəsilə də bu iş mümkündür. Sizə bir şey deyim ki, tək yaşlılar yox, gənclər arasında da bu iş qurulandan sonra peşə təhsilinə maraq artmasında mən ciddi problem görmürəm. Məsələn üçün, elə öz təmsil edildiyimiz İqtisadi Səhiyyə Təhlil və Kommunikasiya Mərkəzinin öz təcrübəsindən demək istəyirəm ki, bizim mərkəzdə təcrübə proqramı elan olunur, düzdür, tələbələr, bakalavrlar üçün və
heç bir ödənişsiz sadəcə olaraq real işdə təcrübə keçməlidirlər. Bunun üçün yüzlərlə tələbə müraciət eləyir ki, biz gələk 3 ay bu vərdişi öyrənək. Bunun üçün də heç bir nə mərkəz onlardan ödəniş almır, yaxud da onlar da heç kim onlara da ödəniş etmirlər. Peşə təhsildə əyani şəkildə bunu öyrədir. Düzdür, indi müəyyən peşə təhsili müəssisələrimizdə lazımi avadanlıqlar yoxdur, texnikaları müasir tələblərə uyğun deyil, amma növbəti illərdə onların da maddi texniki bazası güclənəcək və peşə təhsili müəssisələri əyani şəkildə o işi onlara öyrədəcək. Artıq onlar oranı bitirəndən sonra o sahənin mütəxəssisi olurlar. Və tək ölkədə yox, peşə təhsili olan insanlar Azərbaycanda işləməyib kənara geçsələr də əllərində bir ixtisas olur ki, bu sahə üzrə mən peşəkarəm, bunu bilirəm. Bəs bugün gəncləri bu peşələrə, peşə təhsili müəssisələrinə yönləndirəcək, bu sahədə bir maraq yaradacaq, müəyyən bir proqramların həyata keçirilməsinə nə dərəcədə ehtiyac var və bu proqramlar hansılar ola bilər? Və yaxud bu istiqamətdə mərkəzlərin fəaliyyət göstərməsi nə qədər vacibdir? Mən xüsusi olaraq əsas məsələni qeyd etmək istərdim ki, peşə təhsili müəssisələri orta təhsil müəssisələrə gedərkən 11-ci sinifdə təhsil alan şəxslər arasında öz peşə təhsil müəssisələrinin təbliğatını aparırlar. Lakin bu təbliğatı apararkən çox məlumatsızlıq baxımından mı deyim, motivasiya edəcək gənclərə məlumat verilməyi çox kasatlıq təşkil edir. Mən onu qeyd etmək istədim ki, bu məsələdə xüsusi olaraq ictimai birliklərin vətəndaş cəmiyyətində rolu olduqca önəmlidir. Nəzərə alsaq ki, qeyri-hökumət təşkilatları, ictimai birliklər regionlarda peşə təhsilinin inkişafı, formalaşdırılması istiqamətində usta yanında şagird modeli kimi layihələr həyata keçirməlidir. Gənclər üçün təhsil mərkəzindən deyə bilərəm ki, Gənclər üçün təhsil mərkəzi 2015-ci ildən etibarən Qarabağ zonasında Füzuli və Ağcabədi ərazisində peşə təhsili məlumat xidməti yaratmışdır ki, həmin xidmət çərçivəsində dərzi, toxuculuq, xalçaçılıq bu kimi kurslar həyata keçirir. Və peşə təhsilini əgər həmin şəxslərin gedib oxumaq imkanı yoxdursa və yaxud da yaş məhdudiyyətindən, hər hansı bir sosial bir məhdudiyyətdən peşə təhsili almaq imkanı yoxdursa, bu cür dərnəklərdə ödənişsiz olaraq ictimai birliklərin həyata keçirdikləri bu cür kurslara qoşula bilərlər. Deməli, maarifləndirmə tədbirləri də burada çox vacibdir. Mühüm faktorlardan biridir. Sadəcə bir faktı deyək ki, strateji yol xəritəsində 2025-ci ilə kimi 450 min iş yerinin açılması nəzərdə tutulubdur. Əslində, deməli, bu 450 min iş yeri açılırsa, bura tələbat yaranacaqdır. Və bu tələbatın da hamısı ali təhsilli kadrlar deyil, böyük hissəsi ilə peşə təhsilli kadrlar üçündür yeni açılan iş yerləri. Və strateji yol xəritəsində o istiqamətlər də göstərilib, hansı sahəyə dövlət investisiya cəlb edəcək, hansı sahələri inkişaf elətdirmək istəyir. Bu istiqamətdəki maarifləndirmə tədbirləri də ki, peşə təhsilinə yönələn gənclər üçün də faydalı ola bilər ki, onlar bilsinlər ki, sabahların bu istiqamətdə iş yeri açılacaq, burada müəssisələr açılacaqdır. Buna uyğun hazırlıqlı olsunlar və peşə təhsili alanda o zamanı itirməsinlər. Bu çox mühüm məsələdir ki, ümumiyyətlə Azərbaycanda peşə təhsilinə bir qədər də rəy formalaşıb ki, o müddəti biz itiririk, yəni heç nə öyrənmirik. Peşə təhsilinə getdikləri müddət onlar itirməli deyirlər. Onlar orada püxtələşməli və o zamanı onlar həyatları üçün mühüm bir an hesab eləməlidirlər ki, orada gələcəklər üçün onlar öyrənirlər bu sənəti. Bu çox mühümdür. Yəni, ehtiyac duyulan peşənin sirlərini yiyələnlər peşəni öyrənirlər. Tam haqlısınız. Lazımsız bir iş dalınca getmirlər və onların aldığı peşə lazımdır. Bu sahədə kadra tələbat olur və bunu çox yaxşı peşə məktəbi öyrədir. Həm də gələcək maddi təminatlarını deməkdir. Bəli, yəni işin var deyəndə birinci sənədin olmalıdır ki, peşə təhsilin var, başqa deyim, sahədə təhsil var. Getdikcə bu tələblər də artacaqdır. Əgər indiyə kimi heç bir təhsil olmadan müəyyən yerdə işləyirdirsə, get-gedə transmilli şirkətlər də ölkəmizə gəlirlər. İqtisadiyyatın inkişafı getdikcə orada da hamısından artıq soruşacaqlar. Sən bu sahə üzrə təhsil almısanmı? Harda öyrənmisənmi? Yoxsa elə özündən gəlib deyirsən ki, mən bu sahənin mütəxəssisiyəm. Bunu təsdiq edən sənədlər, sertifikatlar olmalıdır. Sertifikatlar olmalıdır. Bu sahə üzrə tələblər getdikcə artır. Şirkətlərimiz artıq dünya miqyasına çıxdıqca öz işçiləri üçün də bunu tələb eləyirlər və yeni işçilər üçün də gedəndə peşə təhsili ilə bağlı sənədim var, bu ona əlavə üstünlük verməlidir. Və ən mühüm məsələdən biri növbəti mərhələdə peşə təhsili müəssisələrində çalışan müəllimlərin maddi vəziyyətinin yaxşılaşdırılması və onların da peşəkarlığının artırılmasıdır. Çünki indi maddi vəziyyətlə bağlı digər səbəblərdən yenə cəmiyyətdə rəy var ki, peşə təhsili məktəblərindəki müəllimlərin hamısı sahəsini yaxşı bilmirlər, digər sahələrlə müqayisədə. Bu da ciddi şəkildə aradan qaldırmalıdır ki, ora gedən adam bilməlidir ki, o sahənin, işinin ustasının yanına gedir. Burada peşə təhsili müəssisələrinin maliyyə təminatının gücləndirilməsi nə kimi rol oynaya bilər? Bu həm də belə deyək, bu peşə təhsili imicinin yüksəlməsinə xidmət edən bir vasitə kimi. Strateji yol xəritəsində də eləcə də Cənab Prezidentin sərəncamına təhsil strategiyasında da biz görə bilərik ki, orada peşə təhsilinin maddi təminatı
olunması ən vacib hədəflərdən biridir və öz-özünə maliyyələşən qurum maddi təminatını artıq özü formalaşdırmağa başlamalıdır. Bu da təkcə burada yük dövlətin üzərinə düşmür. Burada həmçinin sahibkarlar bu işdə maraqlı olmalıdırlar, peşə təhsil müəssisəsini idarə edən direktorlar, rəhbər şəxslər bunda maraqlı olmalıdırlar. Həmçinin transmediya şirkətlər, xarici investorların cəlb edilməsi, beynəlxalq kreditlərin götürülməsi bu məsələdə olduqca aktualdır. Və bu maliyyələşmə nəticəsində peşə təhsil müəssisələrində birinci üstünlük əldə edir ki, həmin şəxslər maddi təminat əldə edir. İnfrastrukturları artıq normal, müasir standartlara cavab verir. Və bu nəticəsində həmin tələbələr də dərsi getdikləri zaman, laboratoriya girdiyi zaman köhnə Sovet dövründən qalma hər hansı bir dəzgahları deyil, yeni müasir standartlı avadanlıqları görür. Və həmin tələbə bu günləri peşə təhsil müəssisələrində gördükləri avadanlıqları işə gedərkən o avadanlıqlar artıq istifadə edilmir. Onların istifadə müddəti də bitmişdir, onların istifadə etmə qaydaları da tam dəyişilmişdir. Artıq bir növ tələbələr işə gedərkən istehsalat təcrübəsində heç bir praktikası olmur. Deməli, maddi-texniki təminatın yaxşılaşdırılması da birbaşa olaraq bəli, istehsalat təcrübəsində xüsusi rol oynayır. Əgər müəssisəyə gedə bilmirsə tələbə peşə təhsil müəssisələri üzrə gedib hər hansı bir şirkətlərdə təcrübə ala bilmirsə, bunu müəssisə daxilində, təhsil müəssisəsi daxilində almaq imkanı var. Ümumiyyətlə, bugün bizdə özəl sektor, sahibkarlar bugün bu cür tələbələrin gəlib orada təcrübə keçməsinə, yəni nə dərəcədə maraq göstərirlər, şərait yaradırlar? Bu günləri xüsusi olaraq qeyd etmək olar ki, pilot layihələrindən biri dövlət neft şirkətinin xüsusi olaraq dövlət şirkəti olmağına baxmayaraq sırf peşə təhsil müəssisələrinin pilot layihələri həyata keçirirlər. Və bir neçə iri böyük şirkətlər də var ki, burada sement zavodlarında bir neçəsinin adlarını çəkmək olar. Onlar da peşə təhsili üzrə pilot layihələr hazırlayırlar, pilot layihələr həyata keçirirlər. Və bu pilot layihələr amma davamlı olmağı şərtdir. Yəni biznes qurumları yatırım etdikləri halda, bu pilot layihə həyata keçirdiyi halda bunun sonra davamlılığını təyin etmək birbaşa olaraq peşə təhsil müəssisələrinin özlərindən asılıdır. Bugün peşə təhsil müəssisələrinin maddi təminatının yaxşılaşdırılması məsələsini biz qeyd etdik və strateji yol xəritəsində nəzərdə tutulan tədbirlərdən biri də peşə təhsil müəssisələrində satış məqsədli istehsalın həyata keçirilməsidir. Bu necə təşkil ediləcək? Strateji yol xəritələri hazırlanan zaman dünya təcrübəsinə müraciət edilibdir və oradakı nüanslar nəzərə alınıb. Öncədən bir şey qeyd edeyim ki, məsələn üçün, belə deyək də, şəhərdə bir sahibkar bir kurs açır, peşə məktəbi yox. Amma ora yüzlərlə, minlərlə vətəndaş gedir, o kursdan nəsə öyrənmək istəyir, ona ödəniş eləyir. O özü böyük yerlər götürə bilir və ödənişlə özün saxlaya bilir bunu. Ya da gəliri bir fəaliyyət sahəsinə çevrilir. Peşə təhsili məsələlərini isə dövlət nəhəng binalar da veribdir. İlkin olaraq müəllimlərin əmək haqqısını da ödəyir, digər təminatını da yerinə yetirir və peşə təhsili bu günə uyğunlaşdıra bilsək biz, onların gəlir mənbələrini özləri də genişləndirə bilsələr, bu sahədə də ciddi uğurlar əldə oluna bilər və məsələn üçün Azərbaycanda indi peşə təhsili deyəndə deyilə bilər, niyə hər hansı bir peşə təhsili müəssisəmiz xarici bir peşə təhsili ilə müştərək yaradılmasın və yaxud müştərək fəaliyyət göstərməsin, bunun buradakı şagirdləri gedib xaricdə təcrübə keçməsin və yaxud oradakılar gəlib burada keçməsin, yəni qarşılıqlı beynəlxalq əlaqələr də hazırda peşə təhsili müəssisələrində istənilən səviyyədə deyirlər. Onunla yanaşı elə tək peşə təhsili yox, dünya təcrübəsində universitetlərin də böyük təcrübə sahələri olur, orada müxtəlif məhsullar istehsal eləyə bilirlər, hətta peşə təhsili müəssisələrinin özlərində böyük əraziləri də ola bilər. Yəni o təhsil aldığı müddətdə həm də orada istehsala məşğul olub öyrənə bilər ki, real istehsalın içində olsun. Bu dünya təcrübəsində var. Onu da qeyd edeyim ki, məsələn üçün Sahibkarlar Konfederasiyası Almaniyanın ekspertlərinə bu sahədə çox yaxşı bir layihə həyata keçirirdi və orada bu nüanslar var idi ki, Almaniyada bu sahə necədir? Yəni ki, təhsil ala-ala həm də ki, fəaliyyət göstərir. Hətta onu cəlb eləyən müəssisə o təhsil aldığı müddətdə ona ödənişlər də eləyir. Burada yəni ki, həm öyrənir, həm də ki, o müəssisə tərəfindən ona müəyyən ödənişlər olur. Dünya təcrübəsində bunlar var və bunların ən yaxşı təcrübələrin ölkədə tətbiqi ilə bağlı yol xəritəsində nəzərdə tutulmuş tədbirlər var. Satış məqsədli istehsalın təşkil edilməsi bu ona gətirib çıxarır ki, birinci olaraq məhsulu istehsalçıdan alınır. Və istehsalçıdan alındığı zaman məhsulun maliyyə dəyəri ucuz olur və bunun satışı ticarət tədavülü böyük olur. Və bu baxımdan bu praktikanın, bu təcrübənin həyata keçirilməsi həm satışın sürətləndirilməsinə gətirib çıxaracaq, həmçində peşə təhsili müəssisələrinin özünün maddi təminatını təmin etməyə görə əsas verəcək. Belə ki, artıq peşə təhsili
təhsil müəssisələri öz məhsullarını çatdıqları zaman birbaşa olaraq büdcə asılılığı deyil, hər hansı bir sahibkarlıqdan asılı deyil, öz büdcələrini özləri formalaşdıracaqlar ki, bu da həm istehsalatın artımına gətirib çıxacaq, həmçinin də bu tədavülün daha da sürətləndirilməsinə əsas verəcək. Bunun üstün cəhəti ondan ibarətdir ki, birinci növbədə asılılıq əsasən itir və təhsil strategiyasında əsas məqsədlərindən biri odur ki, peşə təhsil müəssisələrinin, ali təhsil müəssisələrinin özlərini təmin etməsi, özlərinin maliyyələşdirilmə sisteminə keçməsinə əsas verir. Və həm asılıqdır, həm sahibkarlıqdan asılı deyil, həm öz tələbəsi özündə təcrübə alır, həm tələbəsinin praktiki istehsalat təcrübəsini daha vərdişli yetişdirir. Və bu baxımdan bu praktikanın təmin edilməsi olduqca mühüm və əhəmiyyətlidir. Daha öncə yoldaşı qeyd etdiyi kimi beynəlxalq praktikanın, beynəlxalq təcrübənin peşə təhsil müəssisələrinə keçirilməsi ən önəmli faktorlardan biridir. Belə ki, nəzər salsaq ali təhsil müəssisələrində görərik ki, beynəlxalq exchange proqramları deyilə, dəyişim proqramları var ki, bir kurs Bakıda təhsil alan tələbə, ikinci kursu gedib Avropa ölkələrində və ya hər hansı bir ölkədə gedib orada istehsalat təcrübəsi keçir və yaxud da orada təcrübə alır və bu onun təhsilinin kreditlərinin davamı kimi qiymətləndirir. Amma çox təəssüf ki, peşə təhsili müəssisələrində bu günləri o fəaliyyət yoxdur. Yəni, bu günləri peşə təhsili üzrə xarici dil biliyi də yetəri qədər, kifayət qədər olan tələbələrimiz vardır ki, öz təhsillərinin bir müddət də olsa, qısa müddət də olsa gedib xarici davam etdirə bilmirlər. Bu məsələdə ikinci aktual məsələ odur ki, xarici təhsil dövlət proqramları adətən universitetlərə şamil edilir. Amma peşə təhsili müəssisələrinə bu proqram şamil edilməyib, indiyənə kimi. Deməli, strateji yol xəritəsi həm də bu yenilikləri yola çıxar. Bu yenilikləri gətirir ki, yalnız ali təhsilli tələbənin xaricdə təhsil almağı, ali bilikləri yerlənməyi şərt deyil. Yəni, peşə təhsili üzrə təhsil alan, peşə yönümlü istiqamətdə olan şəxslərin də gedib beynəlxalq təcrübədən, beynəlxalq təhsil sistemindən faydalanaraq gəlib yerli istehsalatda, yerli sistemdə təcrübə tətbiq etməlidir. Rahim müəllim, peşə təhsili və təlimin inkişafına dair strateji yol xəritəsinin icrası üçün nə qədər investisiya nəzərdə tutulur və bu maliyyə hansı mənbələr hesabına təmin ediləcək? Yol xəritəsində ümumiyyətlə bu işlərin həyata keçirilməsi üçün dövlətlə yanaşı özəl və xarici maliyyə qurumlarının vəsaitlərindən də istifadə nəzərdə tutulur və bununla bağlı qrantlar şəklində və yaxud da ki, birbaşa yardımlar şəklində bu vəsaitlərdən istifadə olunacaqdır. Bir nüansda qeyd edeyim ki, strateji yol xəritəsinin 2020-ci ilə kimi və növbəti illərdə hədafindən biri odur ki, orta məktəbləri bitirən şagirdlərin 25%-nin peşə təhsilinə cəlb edilməsinə nail olmaq. Hədəf odur. Bəli, dünya üzrə bu bəzi ölkələrdə 50%-dən çoxdur. Bizdə indi 10-11% civarındadır. Bu strateji hədəfdə peşə təhsil təlimi üzrə 191 milyon manat ayrılmışdır sırf bu strategiyanın həyata keçirilməsinə görə və bu maliyyə birbaşa olaraq prezidentin ehtiyat fondundan, dövlət büdcəsindən, sahibkarlara dəstək fondundan, beynəlxalq şirkətlərdən, kredit şirkətlərindən cəlb edilməsi nəzərdə tutulur ki, sırf 191 milyon manat peşə təhsil təlimi strategiyası üzrə maliyyə ayrılmışdır. Və bu maliyyənin artıq geri qayıdımı, geri dönüşü tam bir adicə turizm sahəsindən deyə bilərik ki, turizm sahəsindən və onun əlaqəli olduğu digər sahələrdən yaxın 5 ildə, 10 ildə bu maliyyənin dönüşü 190 milyon pul qoyulursa, yəni geri qayıdımı dövlətə xeyri ondan 3 qat, 4 qat artıq olacaqdır. Qeyd edelim ki, yəni strateji yol xəritəsində investisiyalar hesablanıb ilkin investisiyalardır. Amma işin gedişi, tələbata uyğun olaraq bu investisiyaların artması da mümkündür. Yəni bunun istiqamətli iş gedir, yeni tələblər gedirsə o məbləğdən daha çox investisiya ayrıla bilər bu sahəyə. Çünki bu digər sahələrin inkişafında mühüm rol oynayacaq. Ümumiyyətlə ilkin hesablamalara görə ümumi daxili məhsulda bunun 1 milyard dollarlıq dolaylı təsiri olacaqdır. Yəni çox ciddi bir rəqəmdir ki, peşə təhsilinin inkişafının ümumi daxili məhsulu artıq 1 milyard dollarlıq bir artımda rol oynayır bu təhsil. Və peşə təhsilinin inkişafı ilə bağlı strateji məqsədlər və gözləntilərimiz nələrdir? Son olaraq fikirlərinizi öyrənək. Gözləntilərimiz ondan ibarətdir ki, peşə təhsili daha da innovativ olacaq, daha rəqabətə davamlı formalaşacaq, həmçinin inklüzivlik bu sahə üzrə artacaqdır və cəmiyyətdə peşə təhsilinə maraq güclənməsi, iqtisadi tələbatda tələb və təklifin uzlaşması iqtisadi artıma geniş fürsət verəcəkdir. Strateji yol xəritəsində nəzərdə tutulan tədbirlərin icrası mənim qənaətimcə də bu sahədə də rəqabət qabiliyyətini artıracaq və Azərbaycan gənclərinin peşə təhsilinə yönəlməsi üçün mühüm rol oynayacaqdır. Bu qədər, çox sağ olun. Təşəkkür edirəm studiyamıza gəldiyinizə görə.
Hörmətli tamaşaçılar, biz bugün iqtisadiyyatın ayrı-ayrı sahələrində peşə təhsilli mütəxəssislərə yaranan tələbdən və peşə təhsili sisteminin inkişaf etdirilməsi ilə bağlı gözləntilərdən danışdıq. Sağ olun, görüşənədək.